Herkese salam. Yeni vloguma, şipşirin vloguma xoş gəldiniz. Bugün istədim sizə pişiklərimin həm maraqlı, həm də böyüməklərini, şirin anlarını sizlərlə paylaşmaq istədim. Bəbələrim burada dincəlirdilər. Əvvəlki pişiklərimin əvvəlki yuvalarına girib oynayırdılar. Heç xəbərim yox idi. Bir də gördüm ki, balış içindən çıxır. Gəldim ki, köhnə yuvaya giriblər. Mənim pişiklərimin əvvəlki yuvası olub. İndi yatmırlar bunun içində. Balışım həm burada, həm üst mərtəbəsində yatızdırır bəbələrini. Artıq bəbələrim 2 ayına az qalıb. 2 ayı may ayının 18-i tamam olur. Artıq bu balaca pişiklər maması ilə bir yerdə quru yemək yeməyə başlayıblar. Həm su da içirlər. Əvvəl su içmirdilər. İndi artıq quru yeməkdə keçiblər, yeyirlər. Baxıram ki, rahat-rahat da yeyirlər. Əslində burada çox gözəl səslər çıxarırdılar. Hava küləkli olduğuna görə mən də səsləndirməli oldum. Çünki çox küləkli idi, xışıltı səsi gəlirdi. Danışdığımızda həm də bəbələrin səsi də heç eşidilmirdi yaxşı. Ona görə mən də səsi bağlayıb istədim belə səsləndirim. Buradan da demək istəyirəm ki, balımın izləyicilərimizdən biri balımın bəbələrindən biri istəmişdi. Bilmirəm hansı videomun şərh bölməsində yazmışdı ki, bəs balışın bəbəsi olsa birini mənə verərsiniz. İndi həmən izləyici izləyirsə, mənim TikTok səhifəmdə var. İstəsəz oradan əlaqəyə keçərsiniz. Balımın balalarından hansını sahiblənmək istəyirsinizsə, TikTok səhifəmizdə Mırmır dostlarım da orada da səhifəmizin adı. İndi buradan deyəsiniz, sual verəsiniz ki, bəlkə, bəs niyə belə tez sahibləndirsiniz? Belə tez sahibləndirmirəm. Sadəcə indidən onlara yuva axtarıram. Hələ məndən bunları tez istəyən də olmuşdu. Mən vermədim ki, bəs qoyun böyüsün. Ondan sonra 2 ayla tam anadan süddən doysunlar. Ondan sonra 2 ayında ananın südü azalır. İstər-istəməz azalır. Artıq ana ova çıxır, ovlanmağa çıxır. Dünən də bir sıçan tutub gətirmişdi balalarına. Artıq bunlar quru yeməyi yediyinə görə onlara artıq ov üçün evdən gedir. Onları ov gətirməyə gedir. Çox vaxt boş da qayıdır, dolu da qayıdır. Məndən pişik istəyənlər çox vaxt özü belə balaca istəyir ki, özlərinə daha yaxşı öyrəşsinlər. Mən də balaca götürmüşəm. Balaca pişik götürüləndə sahibinə tez alışır, özünə öyrəşir. Ona görə çox vaxt istəyən, TikTokda da məndən istəyən çox vaxt çox balaca istəyir ki, bəs yox bu böyükdür. 3 aylıq, 4 aylıq hələ istəyənlər olmur. Deyir ki, bizə 2 aylıq, 1 aylıq pişik verin. Çox adam başa düşmür, başa düşmədən də yazır ki, ananı baladan ayırmayın, balanı anadan ayırmayın. Yəni bu səhv düşüncədir. Çünki pişiklər özlərindən 4 aylıq, 5 aylıq olanda artıq özlərindən uzaqlaşdırırlar, vurub qoyulurlar, döyürlər. Ona görə mən gözümün şahidi olmuşam ki, vururlar. Ona görə onları elə ana onları döyməmiş, vurmamış. Bunlara gözəl yuva tapmaq lazımdır. Siz də bu gözəl bəbələri, gözəl pişiklərimi bəyəndinizsə kanalıma abunə olun. Mütləq bəyənməyi unutmayın. Şərh yazın. Nə sualınız varsa verin. Kim də bəbələrimi yenə də deyirəm götürmək istəyən TikTok səhifəmizə yazsın. Mən TikTok səhifəmdə başqa insanların da pişiklərini sahibləndirməyə köməklik edirəm. Oradan da istəsəz başqa insanlar kim istəyirsə, məni kim izləyirsə oradan da müraciət edib pişik sahiblənə bilərsiniz. Onlar da təcili yuva axtaran balalardır. Hamısına kömək edirəm. Bir çox da pişiklər sahibləndirmişik, çox şükür. Bizdən bu qədər. Bizə dəstək olmağı unutmayın. Sağ olun.